Azərbaycan Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən 2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması dövlət proqramı, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yüksək ixtisaslı insan kapitalının formalaşdırılmasına strateji əhəmiyyət kəsb edir. Dövlət proqramı çərçivəsində dünyanın aparıcı universitetləri ilə birgə həyata keçirilən 5 beynəlxalq ikili diplom proqramından biri məhz Bakı Mühəndislik Universiteti tərəfindən icra olunur. 2020-ci ildən həyata keçirilən BMU-İNHA ikili diplom proqramı Cənab Prezidentin ötən il imzaladığı sərəncamla 2030-cu ilədək uzadılıb. Proqramın yeni mərhələsində əmək bazarının müasir tələblərinə və qlobal inkişaf meyllərinə uyğun yüksək perspektiv vəd edən ixtisaslar, kompüter elmləri, süni intellekt, data analitikası, informasiya texnologiyaları və elektrik və elektronika mühəndisliyi üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Bu mühüm beynəlxalq proqramın icrasının növbəti dəfə BMU-ya etibar edilməsinə görə kollektivimiz və proqram çərçivəsində təhsil alan bütün tələbələr adından Prezident Cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. BMU-İNHA ikili diplom proqramına qəbul prosesi 2 əsas mərhələdən ibarətdir və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin nəticələri ilə İNHA Universiteti tərəfindən təşkil olunan daxili müsabiqənin nəticələri əsasında həyata keçirilir. Birinci mərhələ üçün proqrama müraciət etmək istəyən namizədlər ilk növbədə Azərbaycan Respublikasının vətəndaşı olmalı. Cari ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən birinci ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etməli, proqram üzrə müəyyən edilmiş minimum keçid balını toplamalıdırlar. 2026-cı il qəbulunda BMU-İNHA İDP çərçivəsində kompüter elmləri, süni intellekt, data analitikası, data elmləri, informasiya texnologiyaları və elektrik və elektronika mühəndisliyi ixtisaslarının hər biri üzrə 26 plan yeri ayrılmış və minimum keçid balı 400 bal müəyyən edilmişdir. Sənədləri təsdiqlənmiş namizədlər İNHA Universiteti tərəfindən təşkil olunan daxili yazılı imtahanda iştirak edirlər. Beləliklə, BMU-İNHA ikili diplom proqramına qəbul prosesi şəffaf və çoxmərhələli seçim mexanizmi əsasında həyata keçirilir. BMU-İNHA ikili diplom proqramının əsas üstünlüyü budur ki, bu proqram tələbələrə beynəlxalq standartlara uyğun keyfiyyətli mühəndislik təhsili almaq, təhsilin sonunda həm Bakı Mühəndislik Universitetinin, həm də Cənubi Koreyanın İNHA Universitetinin bakalavr diplomlarını əldə etmək imkanı yaradır. Proqram çərçivəsində tələbələr təhsilin ilk 3 ilini Azərbaycanda, Bakı Mühəndislik Universitetində, son 1 ilini isə Cənubi Koreyada İNHA Universitetində davam etdirirlər. Bu model onlara həm yerli, həm də beynəlxalq akademik mühitdə təhsil almaq, müxtəlif təhsil sistemləri ilə tanış olmaq və qlobal təcrübə qazanmaq imkanı yaradır. Ümumilikdə akademik göstəriciləri yüksək olan 256 tələbə proqramın tələblərini uğurla tamamladığı üçün ikili diplomla təltif olunmuşdur. BMU-İNHA ikili diplom proqramının məzunlarının məşğulluq göstəriciləri proqramın beynəlxalq səviyyədə rəqabət qabiliyyətli mütəxəssislər hazırladığını təsdiqləyir. BMU-İNHA ikili diplom proqramının qarşıdakı illər üçün əsas hədəfi beynəlxalq standartlara uyğun mühəndislik təhsilinin keyfiyyətini daha da yüksəltmək, tələbələrə müasir əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlar qazandırmaqdır. Bu məqsədlə tədris proqramlarının İNHA Universitetinin kurikulumu ilə uyğunlaşdırılmasının davam etdirilməsi, fənn məzmununun müasir texnologiyalar və innovativ yanaşmalar əsasında mütəmadi yenilənməsi, laboratoriya, praktik məşğələlərin daha da təkmilləşdirilməsi, layihə əsaslı tədrisin genişləndirilməsi, tələbələrin praktik bacarıqlarının inkişafına xüsusi diqqət yetirilməsi nəzərdə tutulur.